Gəlin sizi 900 il əvvələ bugünkü Livan ərazisindəki Baalbək şəhərinə aparaq. Gözünüzün önünə gətirin. Hər biri təxminən 20 metr hündürlüyündə, yəni 6 mərtəbəli bina boyda olan 54 nəhəng sütun və hər birinin çəkisi, təsəvvür edin, 1000 tondur. Müqayisə üçün deyim ki, bu Stonehenge-dəki ən böyük daşlardan 20 dəfə daha ağırdır. Bax, bu möhtəşəm Yupiter məbədinin xarabalıqları bugün araşdıracağımız şəxsiyyətin, Səlahəddin Əyyubinin gördüyü dünyanın bir parçası idi. Əlimizdəki mənbə John Mannın Səlahəddin Əyyubi, Həyat hekayəsi, Əfsanə və İslam İmperiyası adlı bioqrafik əsərindən parçalardır. Məqsədimiz isə sadəcə onun döyüşlərindən danışmaq deyil. Yox, biz əfsanənin arxasındakı insanı anlamağa çalışacağıq. Onu formalaşdıran o mürəkkəb, parçalanmış dünyanı. Gəlin bu hekayənin dərinliklərinə birlikdə inək. Bəli, və bu dövrü anlamaq üçün ilk növbədə o zamanın xəritəsini zehnimizdə canlandırmalıyıq. Bu, bir neçə aydın sərhədli imperiyanın olduğu bir dünya deyil. Təsəvvür edin, şimalda zəifləməkdə olan bir Bizans imperiyası, şərqdə Səlcuqların nəzarət etdiyi geniş ərazilər və bütün bu coğrafiyanın mərkəzində, necə deyim, tam bir qarmaqarışıqlıq hökm sürür. Bir tərəfdə Misirdəki Şiə Fatimilər, digər tərəfdə isə Bağdadda oturan, amma real gücü çoxdan itirmiş Sünni Abbasilər. Səlahəddin məhz belə bir siyasi qazanxanada böyüyüb. Deməli, əlimizdə belə bir mənzərə var. Səlibçilər, bir-biri ilə didişən müsəlman əmirlikləri, Şiə-Sünni gərginliyi. Və bu xəritə əslində bütün hekayənin açarıdır. Mənbəmizə görə Səlahəddini anlamaq üçün onun qılıncından çox məhz bu qarışıq xəritədəki yolların necə tapdığını anlamaq lazımdır. Hər tərəf düşmən, hər tərəf rəqib. Bu, sadəcə bir coğrafiya deyil, bu bir şahmat lövhəsidir. Mükəmməl təsvirdir. Və bu şahmat lövhəsinin ortasında müsəlman torpaqlarının düz ürəyinə bir paz kimi sancılmış səlibçi dövlətləri var idi. Yəni, Frankların qurduğu 4 krallıq, Edessa qraflığı, Antioxiya prinsipatı, Tripoli qraflığı və ən əsası Yerusalem krallığı. Onlar təkcə hərbi bir təhdid deyildi, həm də daimi bir siyasi reallıq idi. Ətrafdakı müsəlman əmirləri bəzən onlarla döyüşür, bəzən isə də öz rəqiblərinə qarşı onlarla ittifaq qururdular. Dəqiq olaraq, yəni vəziyyət o qədər qeyri-sabit idi ki, düşmənimin düşməni dostumdur prinsipi hər gün dəyişə bilərdi. Və bu siyasi bölünmənin üstünə bir də dərin dini bölünməni əlavə etmək lazımdır, elə deyilmi? Mütləq, Qahirədəki Fatimi xəlifələri özlərini İslam dünyasının həqiqi liderləri hesab edən şiələr idi. Bağdaddakı Abbasi xəlifələri isə sünnilərin ruhani lideri sayılırdı. Və bu iki cəryan arasında 100 illərdir davam edən bir rəqabət və nifrət var idi. Səlahəddinin bütün karyerası bax bu iki gərginliyin səlibçilərlə mübarizə və müsəlman dünyasını birləşdirmək cəhdi arasında keçəcəkdi. Bəs bu nəhəng fırtınanın ortasında Səlahəddin adlı bir Kürd gənci kim idi və onun hekayəsi haradan başlayır? Çünki adətən onun adı çəkinəndə ağıla Yerusalim və böyük döyüşlər gəlir. Amma mənbə onun mənşəsinin hekayəni anlamaq üçün nə qədər vacib olduğunu vurğulayır. Çünki o, bu güc mərkəzlərinin heç birindən deyildi. O, kənardan gələn biri idi. Əsl adı Yusif idi. Bugün daha çox Səddam Hüseynin doğum yeri kimi tanınan, o vaxtki İraqın Tikrit şəhərində anadan olub. Amma ailəsi nə ərəb, nə də o dövrdə regionda dominant güc olan türk idi. Onlar Kürd idilər. Atası Əyyub, indiki Ermənistan ərazisindən daha yaxşı bir həyat axtarışında olan və Bağdada gələn bir Kürd idi. O dövrdə bu, bir növ immigrant hekayəsi idi. Bağdad isə o dövrdə Abbasi xilafətinin paytaxtı olsa da, köhnə şöhrətindən çox uzaq idi, elə deyilmi? Əsl güc başqalarının əlində idi. Tamamilə. Xəlifə sadəcə bir simvol idi. Əsl güc, regionu fəth edən yeni türk sülaləsi olan Səlcuqluların əlində cəmləşmişdi. Və Səlahəddinin atası Əyyub da məhz Səlcuqlu sərkərdələrindən birinin xidmətinə girərək Tikritə vali təyin edilmişdi. Bu, onun üçün böyük bir sıçrayış idi. Amma bu, həm də onu regionun ən təhlükəli oyuncularından birinin orbitinə salmışdı. Və burada səhnəyə İmadəddin Zəngi adlı bir şəxs çıxır. Mənbədə onun təsviri çox canlıdır. Sərt saqqallı, kobud, qəddar və nizamsız bir türk sərkərdəsi. Bu təsvir onun xarakterini tam açır.
Zəngi son dərəcə amansız, amma bir o qədər də effektiv bir lider idi. Onun yeganə məqsədi güc idi və bu yolda heç bir maneə tanımırdı. Məhz zənginin yüksəlişi Əyyubun və onun ailəsinin taleyini kökündən dəyişdirir. Əyyub zənginin xidmətinə keçir və bu, təhlükəli bir seçim olsa da, gələcəkdə Salahəddinin yüksəlişinin təməlini qoyur. Deməli, Salahəddinin atası üçün bu yüksək riskli bir karyera seçimi olub. Yəni, belə bir adamın gözündən düşmək yəqin ki, başınla vidalaşmaq demək idi. Şübhəsiz. Amma Əyyub çox bacarıqlı bir siyasətçi idi. O, bu təhlükəli sularda üzməyi bacardı. Nəticədə zənginin ölümündən sonra onun oğlu Nurəddinin xidmətinə keçdilər və ailə Dəməşqə köçdü. Və Salahəddinin həqiqi formalaşma dövrü məhz burada başlayır. Dəməşq, bu şəhər onun üçün nə demək idi? Mənbədə onun erkən illəri haqqında çox məlumat olmasa da, bəzi vacib ipuçları var. Dəməşq o dövrdə sadəcə bir şəhər deyildi, bir sivilizasiya mərkəzi idi. Nurəddinin sarayı alimlər, şairlər və strateglərlə doluydu. Gənc Yusuf, yəni Salahəddin, burada təkcə döyüş təlimi keçmirdi. O, idarəçiliyi, saray siyasətini, fərqli mədəniyyətlərlə necə dil tapmağı canlı olaraq müşahidə edirdi. Bəhəəddin kimi bioqraflar onun atasına son dərəcə bağlı olduğunu yazır. O, atasının qucağında böyüdüldü və atasının qoyduğu prinsiplərlə tərbiyə edildi. Yəni demək olar ki, o evdə iki fərqli dərs alırdı. Atasından siyasətin və diplomatiyanın incəliklərini öyrənirdi. Bəli, və digər tərəfdən də onun son dərəcə cəsur, hətta biraz dəlisov, amma çox bacarıqlı bir komandir olan əmisi Şirkuh var idi. Atası Əyyub onun müdriklik və səbir öyrədirdisə, əmisi Şirkuh qılıncın dilini və döyüş meydanının sərt reallıqlarını öyrədirdi. Bax, bu ikili təhsil onun gələcəyini müəyyən etdi. O, həm diplomat, həm də döyüşçü kimi formalaşırdı və bu bacarıqların hər ikisinə də çox ehtiyacı olacaqdı. Və sonra onun həyatını dəyişdirən fürsət gəlir, Misrə səfər. Mənbə bu məqamı onun karyerasında bir dönüş nöqtəsi kimi təqdim edir, amma bu onun öz istəyi ilə baş vermir, elə deyilmi? Heç də. Əslində, o getməyə çox tərəddüd edir. Misir o dövrdə yaxın şərqin ən zəngin, amma eyni zamanda ən qeyri-sabit bölgəsi idi. Fatimi xilafəti çöküş dövrünü yaşayırdı. Daxili çəkişmələr, saray intriqaları baş alıb gedirdi. Əmisi Şirkuh ağaları Nurəddinin əmri ilə Misrə yürüş edəndə Salahəddini də özü ilə aparmaq istəyir. Salahəddin isə Dəməşqdəki rahat həyatını tərk etmək istəmir. Amma sonda əmrə tabe olur. Və bu səfər onun həyatını tamamilə dəyişir. Misrə çatanda isə özünü demək olar ki, çıxılmaz bir vəziyyətdə tapır. Mənbə bu vəziyyəti çox aydın təsvir edir. O, eyni anda bir neçə fərqli, hətta bir-birinə düşmən olan gücə sədaqət göstərmək məcburiyyətində qalır. Bəli, və bu, onun siyasi zəkasının ilk böyük sınağı idi. Əmisi Şirkuh qəfil vəfat edir və Salahəddin özü Misirin vəziri təyin olunur. Bax, bundan sonra əsl şahmat oyunu başlayır. Gözləyin bir dəqiqə. Deməli, o, həm Dəməşqdəki sünni ağası Nurəddinə, həm Bağdaddakı sünni xəlifəyə, həm də Misirdəki şiə xəlifəyə hesabat verməli idi. Bunlar ki, bir-birinə rəqib olan güclərdir. Bu sanki eyni anda həm Barselona, həm də Real Madrid üçün oynamaq üçün bir şey deyilmi? Bu necə mümkün ola bilərdi? Həmizm onun vəziyyətinin mürəkkəbliyini göstərir. Gəlin bu sədaqət zəncirini açaq. Birincisi, onu Misrə göndərən Dəməşqdəki sünni ağası Nurəddin. Nurəddin Misirin sərvətlərini istəyirdi və Salahəddinin ona tabe olmasını gözləyirdi. İkincisi, bütün sünni dünyasının ruhani lideri hesab olunan Bağdaddakı sünni xəlifəsi Əl-Müstəlid. Salahəddin onun adına xutbə oxutmalı, yəni onun hakimiyyətini rəsmən tanımalıydı. Üçüncüsü isə, praktik olaraq vəziri olduğu Qahirədəki Şiə Fatimi xəlifəsi Əl-Ədid. Ona da sadiq görünməli idi, çünki formal olaraq onun xidmətçisi sayılırdı. Hər bir səhv addım onun üçün ölümcül ola bilərdi. Yəni o, təkcə xarici düşmənlərlə, səlibçilərlə deyil, həm də hakimiyyətini qurduğu yerin daxilindəki çoxsaylı təhdidlərlə üz-üzə idi. Tamamilə. Və bu daxili təhdidlər bəlkə də daha təhlükəli idi. Mənbədə bu qüvvələr konkret olaraq sadalanır. Birincisi, köhnə Fatimi rejimindən qalan və bu yeni gəlmə sünni kürd sərkərdəsindən heç xoşlanmayan məmurlar və saray əyanları. İkincisi, orduda mühüm mövqe tutan erməni xristianlar və ən əsası,
ən böyük təhdidi. Fatimi xəlifəsinə sadiq olan 50 min nəfərlik Nubiya qvardiyası. 50 min nəfər. Bu ki onun öz ordusundan qat-qat böyüdü. O, Qahirədə əslində hökmdar yox, girov imiş kimi səslənir. Mənbədə onun bu vəziyyətdən necə çıxdığı barədə ipuçları varmı? Mənbə onun strategiyasının bir neçə elementini göstərir. O dərhal öz gücü bazasını qurmağa başlayır. Atasını və qardaşlarını Misrə gətirərək ən vacib vəzifələrə təyin edir. Bu, etibar etdiyi bir idarəçi komandası formalaşdırmaq demək idi. Sonra o, səxavətdən bir siyasi alət kimi istifadə edir. Misrin xəzinəsini açaraq öz sərkərdələrinə, əskərlərinə bol-bol pul və torpaq paylayır. Bu, sədaqəti satın almağın bir yolu idi. Nəhayət o, düşmənlərini bir-birinə qarşı qoyur və onları zəiflədir. Nubiya qvardiyasının üsyanını isə son dərəcə qətiyyətli və amansız bir şəkildə yatırır. Bu, onun təkcə diplomat deyil, həm də lazım gələndə sərt güc tətbiq etməkdən çəkinməyən bir lider olduğunu göstərdi. Beləliklə, bugünkü araşdırmamız Səlahəddinin obrazına tamamilə fərqli bir prizmadan baxmağımıza imkan verdi. O, sadəcə qılıncını yəlləyən bir cəngavər deyil, həm də inanılmaz dərəcədə mürəkkəb və parçalanmış bir dünyanın məhsuluydu. Onun Kürd mənşəyi, yəni kənardan gəlməsi, atasının siyasi müdrikliyi, əmisinin hərbi bacarığı və Nurəddin kimi güclü bir himayədarın olması, bütün bunların onun uğurunun təməl daşları olub. Bəli, bu hekayə bizə göstərir ki, böyük tarixi şəxsiyyətlər boşluqda yaranmır. Onlar öz dövrlərinin, mühitlərinin və qarşılaşdıqları çətinliklərin məhsuludular. Səlahəddinin Misirdəki o ilk gərginlik dolu illəri əslində onun sonraki bütün qələbələrinin, o cümlədən Yerusalimin fəthinin bünövrəsini təşkil edən bir təcrübə məktəbi olub. O, orada təkcə ordu idarə etməyi yox, həm də bir milləti idarə etməyi, fərqli maraqları tarazlaşdırmağı öyrənib. Və sizi bu düşüncə ilə baş-başa buraxmaq istərdik. Səlahəddinin Misirdə eyni anda 3 fərqli hökmdarı və 2 rəqib xəlifəni, Sünni və Şiini tarazlaşdırmaq məcburiyyətində qalması, onun sonraki uğurlarında, məsələn, səlibçilərə qarşı müxtəlif müsəlman əmirlərini bir bayraq altında birləşdirməyə bacarığında, hərbi taktikalarından daha çox, məhz bu erkən, həyati təhlükəsi olan diplomatik təcrübəsinin nə dərəcə həlledici rol oynamış ola biləcəyini heç düşünmüsünüzmü?